Dünən Bitcoin-a bizə alış əməliyyatı haqqında məlumat verib, mükəmməl gəlirlə nəticələndi. Bugün alışlar 63.900-lərdən, satışlar isə 63.100-lərdən gələcək. Euro-dolar rəqabəti. Alışlarımız gələcək 1.15-800-lərdən, satışlar isə 1.15-400-lərdən gələcək. Funtun olan rəqabətində alışlar 1.34-250-lərdən, satışlar isə 1.33-700-lərdən gələcək. Təbii ki, bir çoxlarca maraqlı olan neftdir. Neft bugün necə? Yəni neft ümumi olaraq istiqamət aşağıda, alışlar 91-20-lərdən gələcək. Satışlar isə artıq satışlar gəlib və növbəti satışlar isə 89-900-lərdən gələcək. Bir də cümləniz mübarək olsun. Mümkün qədər Siqnal kanalına abunə olun və orada eyni zamanda Siqnal kanalına daha ətraflı öyrənmək üçün YouTube kanalımda canlı olaraq qrafik üzərində paylaşıram bəzi nöqtələri, amma gün ərzində bütün siqnalları biz Siqnal kanalında paylaşırıq. Hələlik inşallah görüşmək ümidi ilə sağ olun.